2010-cu il 4-cü qrup variant A. Birinci sual. 1 bölünsün metr hansı fiziki kəmiyyətin vahidinə uyğundur? 1 bölünsün metr linzanın optik qüvvəsidir. Çünki D bərabərdir 1 bölünsün F düsturu ilə təyin olunur optik qüvvə. Vahidi isə 1 bölünsün metr, bu da 1 diopteriyanı verir. Yəni birinci sual C variantı. Sual 2. Bir cins maqnit sahəsinin qüvvə xəttlərinə perpendikulyar yerləşmiş konturun sahəsi 3 dəfə artanda yazırıq S2 bərabərdir 3S1. Bu zaman maqnit teli 40 milliweber artdı. Cavablarda milliweber ilə soruşduğuna görə çevirməyə ehtiyac yoxdur. Maqnit teli 40 milliweber artırsa, F2 bərabər F1 üzərinə gəlinsin 40 yazırıq. Maqnit telinin başlanğıc qiymətini hesabla. F1 sual. Düsturumuzu yazsaq, F bərabərdir BS düsturuna əsasən F-S-dən düz asılıdır. Ona görə də F1 bölünsün F2 bərabərdir. S1 bölünsün S2 yazarıq. F1-i saxlayırıq. F2-nin yerinə F1 üzərinə gəlinsin 40 yazırıq. S1-i saxlayıb, S2-ni isə 3S1 veriblər. Yerinə 3S1 yazırıq. İxtisar aparsaq, 3F1 bərabərdir. F1 üzərinə gəlinsin 40. Digər tərəfə keçirtsək, 2F1 bərabərdir 40. F1 də bərabərdir 20 olacaq. İkinci sual B variantı. Üçüncü suala keçirik. Ədədi qiymətcə vahid zaman deyirsə T-yə bölürük. Yer dəyişməyə bərabər olan fiziki kəmiyyət təbii ki V bərabərdir S bölünsün T düsturu olduğuna görə sürət olacaq. 4. Müxtəlif mail müstəvilər üzrə sürüşən eyni kütləli cisimlərə təsir edən sürüşmə-sürtünmə qüvvəsi hansı halda ən böyükdür? Sürüşmə-sürtünmə qüvvəsinin düsturunu yazsaq, F sürtünmə bərabərdir μ/mj kosinus alfa. Düsturdan da göründüyü kimi burada kosinus alfa var və kosinus alfa bucaqla tərs asılıdır. Yəni bucaq artdıqca qiyməti azalır. Ona görə də sürüşmə-sürtünmə qüvvəsinin ən böyük olması üçün bucağı ən balaca olanı seçmək lazımdır. Bucağı ən balaca olan isə 1-dir. Dördüncü sualımız C variantı. Sual 5. Verilmiş sarğacın. Yadınızda qalsın, verilmiş sarğacın deyirsə, deməli burada induktivlik dəyişmir. Bizdən isə maqnit sahəsinin enerjisinin cəryan şiddətindən asılılıq qrafikini soruşur. Düsturu yazsaq, dubli maqnit bərabərdir. Li kvadratı bölünsün 2. L sabit və düsturdan da görsəndiyi kimi dubli maqnit i-dən kvadratik düz asılıdır. Ona görə də doğru cavab 5-ci sualda Y variantı olacaq. Sual 6. Psixrometr nəyi ölçür? Təbii ki, havanın nisbi rütubətini təyin etmək üçün istifadə edilir. Sual 7. Verilmiş kütləli düsturumuzda M var və sabitdir və bizdən soruşur ki, PT qrafiki verilmişdir qazın həcmini. Qazın həcmi hansı ifadə ilə təyin olunur? Düsturumuzu yazsaq, PV bərabərdir M bölünsün MRT. Sabitlərin üzərindən xətt çəksək, bir saniyə cavablarda nü olduğuna görə biz burada PV bərabərdir M bölünsün M bizə nünü verir deyə PV bərabərdir nü-RT düsturundan istifadə edərik. Həcmi tapaq. Həcmi tapsaq V bərabərdir P məxrəcə nü-RT çıxacaq sürətə. Və biz buradan belə bir şəkil çəksək, görürük ki, bura P, bura isə T-dir. Buradakı bucağa görə qarşıdakı katetin bitişiyə nisbəti həmin bucağın tangensini verir. Yəni, P bölünsün T bərabərdir tangens alfa. Burada isə görürük ki, T bölünsün P verilib. Tangensin tərsi kotangensdir. Ona görə olacaq kotangens alfa, nü ilə də R olduğu kimi saxlayarıq. 7-ci sualımız D variantı olar. Sual 8. Verilmiş kütləli ideal qaz adiabat sıxıldıqda təzyiqi, temperaturu və daxili enerjisi necə dəyişər? Adiabat proseslərin tərsidir. Hansı ki, adiabat sıxılma zamanı yazaq. Adiabat sıxılma zamanı P, V, T, U, Y, K. Adiabat sıxılmada artır, lakin adiabat genişlənmədə isə bu kəmiyyətlər
azalır. Demək, adiabat sıxılmada artır, adiabat genişlənmədə azalır. Burada sıxıldıqda dediyinə görə hər biri artacaq. Yəni 8-ci sual Y variantı olacaq. Sual 9. Verilmiş induktivlikli sarğac dəyişən cəryan dövrəsinə qoşulubdur. Verilmiş induktivlikli sarğacdan söhbət gedirsə, induktiv müqamətin düsturunu nəzərə almaq lazımdır. İnduktiv müqamətdə isə XL bərabərdir omega L düsturundan istifadə edərik. Tezliyi 2 dəfə azaldanda deyir, XL bərabər omega L. XL-in yerinə, XL bilirik ki, müqavimətdir, R-dir. Yerinə U bölünsün I yazarıq, omeganın yerinə isə 2pi nü yazıb elə vurmaq olar. Və burada da göründüyü kimi cərəyan şiddəti tezliklə tərs asılıdır. Yəni biz tezliyi 2 dəfə azaltdığımız təqdirdə cərəyan şiddətini 2 dəfə artırırıq. Doğru cavabımız 9-cu sual D variantı. Sual 10. Baxın, burada bunun üstündə 55, bunun üstündə isə 1-dir. Və bizə deyir ki, reaksiyada hansı naməlum zərrəci alınır? Reaksiyanın sağı soluna bərabər olmalıdır. 55 budur, 1 budursa, onda feriumun üstü 55-dirsə, bura 1 yazarıq, 56 olsun. Aşağısı 25 plus 1, 26. Bunun da ayağı 26 olduğu üçün 0 yazarıq. Deməli, 0, 1 aldıq. O da təbii ki, neytron olacaqdır. Yəni, 10-cu sualımız B variantı. Davam edirik 11-ci sualımızla. Link və tərpənən blokdan ibarət sistem neçə dəfə qazanc verər? İlk öncə linkin, sonra isə tərpənən blokun verdiyi qazancı tapmalıyıq. Çünki bizdən sistemin qazancını soruşur. Linkin qazancını tapsaq, K bərabərdir qüvvə qolu bölünsün kütlə qolu olaraq tapa bilərik qazancı. Baxırıq ki, qüvvə qolu bura 0, 1, 2, 3, 4, 5, 6 yazsaq, qüvvə qolu 6-dır. Kütlə qolu isə 2-dən asıldığı üçün 2-dir. 6 bölünsün 2, 3 dəfə link qazanc verdi. Buradan link yazaq. Link 3 dəfə qazanc verir və sonra baxırıq ki, sistemdə bir dənə də tərpənən blok var. Tərpənən blokda 2 dəfə qazanc verir. 3 dəfə link, 2 dəfə tərpənən blok qazanc verdiyindən toplam 3 dəfə bu, 2 dəfə bu, ümumi sistem 6 dəfə qazanc verər. 11 B variantı. 12. İzolyator üzərində bir-birinə toxunan yüklü metal kürələr verilmişdir. Birinci kürənin səthində potensial fi olarsa, ikinci kürənin potensialını müəyyən edin. Yadınıza saxlayın, toxunan kürələrdə, əgər kürələri bir-birinə toxundururuqsa, bunlar arasında potensialların bərabərləşməsi baş verir. Ona görə də birincinin potensialı fi-dirsə, toxunan kürələrdə potensiallar bərabər olduğuna görə, ikinci kürənin də potensialı fi olacaq. 13. Fotoeffekt üçün Einstein tənliyini göstərin. Einstein tənliyi Y foton bərabərdir, Y kinetik, üzərinə gəlinsin, açılış düsturu ilə təyin olunur. Və burada 13-cü sualda Y kinetikin yerinə mv kvadrat bölünsün 2 yazılıb, açılış olduğu kimi saxlanıb, bu isə Y fotondur. Y fotonun yerinə HC bölünsün lambda yazılmışdır. 13-cü sualımız Y variantı olacaq. Sual 14. Yükləndikdən sonra cərəyan mənbəyindən ayrılmış. Ayrılmış sözünün altından xətt çəkirik. Əgər ki ayrılmış deyirsə, deməli Q sabitdir. Bu zaman düstur yazsaq, Y bərabərdir, U bölünsün D yazarıq. Onun da yerinə Q bölünsün C yazarıq. Çünki ayrılmışdan söhbət gedir deyə düsturda Q olmalıdır. Biz də gətirib burada, gəlin altdan yazaq, Y bərabərdir. Baxın, Q-nü saxlayıram. Bu C-nin yerinə müstəvi kondensatorun düsturunu yazsaq, epsilon 0, epsilon S bölünsün D, bir də bu D-ni olduğu kimi saxlayarıq, vurarıq D-yə. D-lərimiz ixtisar gedər, qalar Q bölünsün, epsilon 0, epsilon S və düstura əsasən də Y S-dən gördüyümüz kimi tərs mütənasib asılı olur. 14 D variantı. Sual 15-ə keçirik. Baxırıq ki, hansı qrafik bircins elektrik sahəsinə daxil olan elektronun göstərilən istiqamətdə hərəkətinə uyğundur.
İntensivlik oxunun səmti mənfi olur, digər tərəf isə müsbət olur. Və gördüyümüz kimi mənfi yük mənfiyə doğru gedir. Mənfi mənfiyə təbii ki, yavaşlayaraq gedəcək. Hərəkət yavaşlayandır. XT qrafikində yavaşlayan axtarırıq. Doğru cavabımız 15-də B variantı olur. 16. Periyod 0,2 saniyədir. Tezliyi hesabla. Periyodla tezlik bir-birinin tərsi olduğu üçün n bərabərdir 1 bölünsün t. Yəni 1 bölünsün 0,2 bərabərdir 5 Hz. 17. Cavabımız da B variantı olur. 17-ci sual. Demək, hansı qrafik bizdən soruşur ki, eyni hündürlükdə yerləşdirilmiş cisimlərin potensial enerjisinin onun kütləsinin asılılıq qrafikini ifadə edir. Cismin potensial enerjisindən söhbət gedir burada. Cismin potensial enerjisi mgh düsturla təyin olunur. Eyni hündürlük dediyinə görə h dəyişmir. J zaten 10'dur. Y potensial da m-dən düz asılı olacaqdır. 17 A variantı. Sual 18-ə keçirik. Bir cins maqnit sahəsində, baxın, perpendikulyar şəkildə deyir. Əgər bizə paralel desəydi, bilirik ki, paraleldə amper qüvvəsi IBL sinus alfa düsturuna görə sinus 0 alacaqdı və amper qüvvəsi 0 olardı. Lakin perpendikulyarda F amper bərabərdir IBL sinus alfa. Sinus perpendikulyar daxil olanda 90 dərəcədə 1 alır. Ona görə də IBL-i 1-ə vursaq, F amper bərabər olar IBL-ə və F amper L-dən düz asılı olar. 18-ci sual D variantı. 19. Vakum diodunun katodunun 1 saniyədə yazırıq T bərabərdir 1. Demək, 10 üstü 8, 3 10 üstü 8 sayda. N-i veribdir 3 vurulsun 10 üstü 8 sayda. 18 sayda elektron çıxır. Doyma cərəyan şiddətini hesablayın. Y'nin də qiyməti 1,6 10 üstü mənfi 19-a bərabərdir. Düsturumuz I doyma bərabərdir. Təbii ki, N-yə bölünsün T-dir. N-in yerinə 3 10 üstü 18 vurulsun. Y-nin yerinə 1,6 10 üstü mənfi 19 bölünsün. T-nin də yerinə 1 qoysaq, hesabladığımız zaman 0,48 amper eləyəcək. 19 C variantı. Sual 20. Hava kondensatorundan və içliksiz sarğaşdan ibarət rəqs konturundakı rəqslərin periodu T-dir. Kondensatoru dielektrik nüfuzluğu epsilon olan dielektriklə doldursaq, rəqslərin periodu nəyə bərabər olar? Periodun düsturunu yazarıq rəqs konturu üçün. Thomson düsturunu T bərabərdir 2pi kökün altında LC. 2pi-ni yazarıq, kökün altında L-i yazarıq. S-nin də yerinə müstəvi kondensatorun düsturunu yazsaq, epsilon 0, epsilon S bölünsün D. Və burada isə biz görürük ki, periyod, bir saniyə, burada isə görürük ki, bizim periyodumuz T, epsilondan kökün altında düz asılıdır. Ona görə də dielektrik nüfuzluğu epsilon olan dielektriklə doldursaq, epsilon artsa, T də artacaq. Lakin epsilon kökün altında olduğu üçün kökdə artacaq. Yəni T vurulsun kökün altında epsilona bərabər olar. 21-ci sual. 125 metr hündürlükdən sərbəst düşən cismin uçuş müddətini hesablayın. Deməli, T cisim sərbəst düşürsə H bərabərdir. JT kvadratı bölünsün 2 düsturla təyin olunur. T-ni tapsaq kökün altında 2H bölünsün J alarıq. Kökün altında 2 vurulsun 125 bölünsün 10. Kökün altında 25, buradan da çıxacaq 5. Yəni 21 A variantı. Sual 22. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən protonun sürətinin istiqamətini göstərin. Burada Lorentz qüvvəsindən söhbət gedir. Sol əl qaydasından təyin olunur. Sol əlimizlə tuturuq ki, baş barmağımız çevrənin içərisinə girsin. X olduğu üçün əlimizi açıq vəziyyətdə tuturuq. Baxın, burada şəklini təsvir etsəm, əlimizin içini götürsək, bu bizim 4 barmağımız, bu da bizim baş barmağımız olar. Bu da əlin içidir. X verdiyi üçün əlin içi. Baş barmağımız Lorentz qüvvəsinə, 4 barmaqsa sürətin istiqamətini göstərir.
Burada isə bizə sürətin istiqamətini dediyinə görə, baxın 3 istiqamətində gedəcək sürətimizin istiqaməti. 4 barmağın istiqamətini götürürük. Yəni 22-ci sualımız C variantı. Sual 23. Sxemdəki ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Yadınızda saxlayın, həmişə tək olanı biz ən böyük götürürük. Ona görə A1 ən böyükdür. 1 ən böyükdür. Məsələn, burada baxırıq ki, 2 dənə R ardıcıldır. Ardıcılda R vur N düsturundan təyin etsək 2R olur. Burada isə tək olan R-dir. Və paralel birləşib A2 ilə A3. Ona görə I bərabər U böl R yazaram. 2 ilə 3 paralel olduqlarına görə U sabit qalar. I ilə də R tərsdir. R-i çox olanın İ'si az olar. Ona görə 2 3-dən daha kiçik olar. Ona görə cavabımız 1, sonra 3, sonra da 2 olacaq. Yəni doğru cavab Y variantı. Sual 24. Qab sıxlıqları Rho1 və Rho2 olan və bir-biri ilə qarışmayan mayələrlə doldurulmuşdur. Sıxlığı Rho olan cism şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Sıxlıqlar arasında hansı münasibət doğrudur? Məsələn, biz bu qara cismə Rho desək, çünki bizə deyir sıxlığı Rho olan cisim. Bu Rho, Rho1-in düz ortasında olduğu üçün Rho, Rho1-ə bərabərdir. Rho2-dən düşüb aşağı. Deməli, Rho2 sudur, Rho1 baldır desək, deməli, suyun sıxlığından böyükdür ki, bu cismin sıxlığı suyu yarıb aşağı keçə bilibdir. Balın da sıxlığına bərabər olduğu üçün balın ortasında dayanıbdır. Ona görə də Rho2 də balacadır. Rho, Rho1-ə bərabərdir, Rho2 də bunlardan kiçikdir. Yəni, doğru cavabımız Y variantı. 25. İşıq bir mühitdən digərinə keçəndə sürəti 2.3 dəfə azalarsa dalğa uzunluğu nətər dəyişər? V bərabərdir lambda nö. Bir mühitdən digər mühitə keçəndə period və tezlik dəyişmir. V də dalğa uzunluğundan düz asılı olur. Deməli, sürət 2.3 dəfə azalarsa dalğa uzunluğu da 2.3 dəfə azalar. 25-ci sualımız isə Y variantı olar.